25 yanvar bürcləri nə gözləyir? Bu tarix bir çox bürc üçün dönüş nöqtəsi ola bilər. Ulduzların düzülüşü göstərir ki, 25 yanvar emosional qərarlar, gözlənilməz xəbərlər və taleyüklü fürsətlərlə dolu bir gündür. Bəzi bürclər üçün yeni başlanğıclar, bəziləri üçünsə səbir və diqqət tələb olunur. Qoç 25 yanvar qoçlar üçün enerji dolu, lakin bir qədər gərgin keçə bilər. İş həyatında gözlənilməz məsuliyyətlər ortaya çıxa bilər. Səbirli davransanız, rəhbərlik tərəfindən diqqət mərkəzinə düşəcəksiniz. Sevgi həyatında isə keçmişdən qalan bir mövzu yenidən gündəmə gələ bilər. Tələsmədən qərar verin. Buğa. Buğalar üçün bugün maddi məsələlər ön plandadır. Gözlənilməz gəlir və ya gecikmiş bir ödəniş sizi sevindirə bilər. Ailə içində sakit və anlayışlı davranmaq vacibdir. Sevgi həyatında isə münasibətlərdə dərin söhbətlər və etiraflar gündəmə gələ bilər. Əkizlər. 25 yanvar əkizlər üçün xəbərlər günüdür. Telefon zəngi, mesaj və ya sosial mediadan gələn məlumat həyatınıza təsir edə bilər. İş və təhsil sahəsində yeni imkanlar qapınızı döyə bilər. Sevgi həyatında isə ani qərarlardan çəkinmək tövsiyə olunur. Xərçəng. Bu tarix xərçənglər üçün emosional baxımdan güclü olacaq. Keçmişdə yaşanan bir məsələ ilə üzləşə bilərsiniz. Bu sizi yorsa da daxili rahatlıq tapmağınıza səbəb olacaq. Maliyyə məsələlərində risk etməyin. Axşam saatları ailə üçün çox uyğundur. Şir. Şirlər üçün 25 yanvar özünü göstərmək və liderlik günüdür. İş mühitində sözünüz keçə bilər. Yeni layihə və ideyalarınız diqqət çəkəcək. Sevgi həyatında isə qısqanclıq mövzuları yarana bilər. Açıq danışmaq problemləri aradan qaldıracaq. Qız. Qızlar üçün bugün planlama və analiz günüdür. Uzun müddətli düşündüyünüz qərarı vermək üçün uyğun vaxtdır. Sağlamlığınıza diqqət yetirin. Sevgi həyatında sakit, amma güvən verən anlar yaşanacaq. Tərəzi. 25 yanvar tərəzilər üçün balans axtarışı ilə keçəcək. İş və şəxsi həyat arasında seçim etmək məcburiyyətində qala bilərsiniz. Maddi məsələlərdə müsbət dəyişikliklər görünür. Sevgi həyatında romantik sürpriz mümkündür. Əqrəb. Əqrəblər üçün bugün gizli həqiqətlərin üzə çıxdığı bir tarix ola bilər. Kimsə haqqında öyrənəcəyiniz məlumat qərarlarınıza təsir edəcək. Maliyyə baxımından diqqətli olun. Sevgi həyatında isə ehtiras yüksəkdir. Oxatanlar. Oxatanlar üçün 25 yanvar yeni yollar və planlar deməkdir. Səyahət, köç və ya təhsil mövzuları gündəmə gələ bilər. İş həyatında yeni təklif ala bilərsiniz. Sevgi həyatında isə azadlıq ehtiyacı arta bilər. Oğlaqlar. Oğlaqlar üçün bu tarix karyera yönümlü keçəcək. Rəhbərliklə vacib görüş və ya qərar gündəmə gələ bilər. Səylərinizin bəhrəsini almağa başlayırsınız. Sevgi həyatında isə məsuliyyət mövzusu ön plana çıxır. Su tökənlər. Su tökənlər üçün 25 yanvar ilham və yaradıcılıq günüdür. Yeni ideyalar və planlar sizi həyəcanlandıra bilər. Dost çevrəsindən gələn bir xəbər gününüzü dəyişə bilər. Sevgi həyatında gözlənilməz yaxınlaşma mümkündür. Balıqlar. Balıqlar üçün bugün intuisiya və daxili səs çox güclüdür. Duyğularınıza güvənsəniz, doğru qərar verəcəksiniz. Maddi məsələlərdə qənaət tövsiyə olunur. Sevgi həyatında isə romantik anlar sizi gözləyir.